Ben o gün deyəndə nə fikirləşim? Bax biz nə deyirdik? Xatırlayırsınız neftin qiyməti düşmüşdü hardasa 25-26 dollara o filan. günlərdə var. Və həmin dövrdə xatırlayırsınız Azərbaycanda yenə qiymət artdı. Hər şeyin elektrikin qiymətini qaldırdılar, qazın qiymətini qaldırdılar, benzin qiymətini ki biz neftdən asılı ölkəyik, neftin gəlirləri azalıb və biz məcburuq ki bunu kompensasiya eləyək, devalvasiya filan beşməkən nəysə. Sonra neftin qiyməti qalxdı. Yenə gəldilər ki, bax, dünya bazarında neftin qiyməti qalxıb, ona görə biz nefti qaldırmalıyıq, işığı qaldırmalıyıq. Biz bütün hallarda bizə. Yəni, bax, mənə maraqlıdır. Nə vaxt bizdə qiymətlər inəcək? Nə vaxt bizdə qiymətlər aşağı olacaq? Siz ixtisasçıları dəvət edirsiniz, onlarda o datalar daha çox. Azərbaycandan yağın, yeməli şit yağının qiyməti gömrükdə 9 manatdan, 8 manatdan keçir, gəlir bazara 27 manata, düzü 25 manata düşür. Necə olur ki, bu 100-200% artımla bizə satılır? Niyə satılır? Yəni, əslində götürəndə İran bizim ən yaxın qonşu dövlətimizdir və bu kənd təsərrüfatı məhsulları, yağ, pendir, süd ən çox orada var da. Ucuz qiymətə. Necə ola bilər ki, bizdə məsələn Manqolistandan gələn ətin burada 13 manata yol pulu hamısı bir yerdə. Amma bizdə burada ətin kilosu gəlir hardasa, nə bilim 22-23 manata quzu əti filan. Yəni bu məsələləri biz analiz eləməliyik. Biz baxmalıyıq ki, nə burada məsələ qlobal bahalaşmadan getmir, hə? Bizim öz haqq hesabımız var. Bizim ayrıca bir iş biz başqa bir dünya. Məsələn biz deyirlər, baxın görürsüz, Trump da deyir, Amerikada da bahalaşmadır. Qarşı Amerikada bahalaşma necədir? Amerikada bahalaşma məsəl üçün deyir 0,5%, 0 neçə faiz. Bizdə dəfələrlə qalxır. Bax dünən mən qaldığım binada baxıram ki, divara şey vurublar. Bəs kommunal qiymətlər bilirsiniz filan 40 qəpikdən 50 qəpiyə qaldırdıq. Məsələn, neçə faiz? Ham deyir 10 qəpik. 10 qəpik deyil, bu neçə faizdir? 25%. 25% sən qiymət qaldırırsan. Bax, bu süni qiymət artımı. O 25% qiymət artırır deyə həmin binadakı kirayə verənlər də avtomatik deyir da 25% o qaldırırsa 50% də mən qaldırırım. Biz məqamdan ev satanlar da deyir, aha, bu qiymətçi evi də bu qədər qaldırıb. Market işlədən də deyir, elədirsə mən də qaldırırım. Yəni, buna da nəzarət yoxdur. Məsələn, Türkiyədə hər şeyin, indi hətta mən sizə bir şey deyim, Türkiyədə hətta indi məsələn, özəl məktəblərin tavan qiymətinin müəyyənləşməsi haqqında müzakirələr gedir ki, bu özəl məktəblərdə aylıq, məsəl üçün deyək də, aylıq 1500-2000 dollar falan bunları tavan qoyaq ki, maksimum bir şagirdə 1000 dollar ola bilər. Bizdə də bunu tətbiq eləmək lazımdır. Yəni, qardaş, baxın, bu il ərzində məsələn kirayələr nə qədər qalxa bilər, evlər nə qədər qalxa bilər, ev reklamı verirlər Sevinç xanım. Siz də bu görə bilərsiniz. Deyir ki, gəlin bizdən ev alın, biz sizə garanti veririk ki, 9 ay sonra evin qiyməti aldığınız qiymət 60%. 60% evin qiyməti qalxmağı inflyasiya deməkdir. Və dedikləri vədə çox maraqlı. Biz niyə? Qiymət özləri müəyyən edirik. İndi qoyub 100 manata, 6 ay sonra qoyub 160 manata. Deyəcək gördünüz qalxdı. Və hamı da avtomatik gecə 160 manata alacaq ki, çünki 6 ay sonra olacaq 220 manata. Məsələn də 2200 nəsə. Yəni bax buna nəzarət mexanizmi hanı qardaş? Bu süni inflyasiyanın yaradılmasıdır. Mən istədiyim qiymətə qoyuram, qonşu da baxır ki, mən bahalaşdırmışam, o da mənə baxır, bahalaşdırır, o da hamısı və dövlətin burada nəzarət mexanizmi hanı, hardadır? Azad sərbəst bazar deyəndə qiymətlərin müəyyən, bizdə sərbəst bazar ancaq qiymətlərin müəyyənləşməsindədir. Rəqabətdə yox, gömrükdə yox, vergidə yox, gətirilmədə yox, monopoliyada yox. Gətirmisənsə, kimisə daydan var gətirmisən, neçə istən sat. Əssalın, bax odur. Belə olmaz axı, olmamalıdır axı belə. Bizim insanlarımız, bax mən gələ insanlarla söhbət edirəm, sabaha ümidimiz yoxdur deyə biz belə gərginik. Bəlkə bizim indiki, məsələn sizin də, bizim də, bəlkə Azərbaycan vətəndaşlarının gündəlik dolanışı bəlkə də, yəni burada 2-3 dəfə vurğulayım, bəlkə də Gürcüstan və Ermənistan vətəndaşlarından daha yaxşıdır. Məsələn, bizim yediyimiz yemək, geydiyimiz geyim, işlətdiyimiz telefon, markası, sürdüyümüz maşın bəlkə də onlardan daha keyfiyyətlidir, bəlkə də. Amma niyə biz bu qədər gərginik? Niyə biz bu qədər stresliyik? Niyə biz bu qədər sabaha arxayın deyilik? Çünki stabilliyə, o davamlılığa ümidimiz yoxdur ki, sabah təzə nazir gələcək, deyəcək məndən qabaqçı quldur idi, onu elədiyi hamısını silirəm. Və sabah parlament duracaq, səhər qalxacaq, ümumiyyətlə qanunu belə dəyişirəm, elə dəyişirəm. Yəni, bax, mən də yaxından söhbət deyiləm, indi haqqını Allah eləsin, taksi sürücüsüdür. Burada taksi sürücü Göyçaylıdır. Deyir, mənə zəng eləyiblər, deyir, orada Göyçayda bağım var, deyir, alçı ağacları əkib. Deyir, mənə deyirlər ki, ağac vergisi olacaq. Vallahi, bax, ciddi söhbətdir. Ağac
ağac başına vergi alacaqlar. Gəlsən sən bunları indidən sökəsən, taxılzat eləyəsən, sonra belə bu insan Niyə də yox deyə niyə də fikirləşir ki, ola da bilər. Yox, ciddi fikir. Niyə də yox demir də, deyir yəqin ki olacaq yaxında. Dedim elə şey daha o orta əsrlərdə Avropada olub filan. Yəni ağac vergisini belə insanlar düşünürsə ki, sabah gələcəklər mənim bağımda ağaclar sahib ona uyğun vergi istəyəcəklər. Bu yetim neynəsin? Sabaha nə eksin? Taxıla da sabah deyəcəklər dənəsinə vergi var. Mən deyəndə gülürdülər. Tıxac vergisi. Yadında bir dəfə mən dedim ki, qardaş bizə hava vergisi, papaq vergisindən vergi qoyacaqlar. Bizə qışda şərf vergisi, corab vergisi, qalın corab, nazik corab, alt paltar geyinən, geyinməyən. Yəni bunlar açıqdır, yəni mövzular açıqdır. Fantaziyaları kim daha inkişaf edəcəsə qoyacaq. Tıxac vergisini də tətbiq eləyəcəklər. O yollara kim girmək istəyirsə. Mən sizə deyim, subaylıq vergisi də qoyacaqlar, uşağın olma vergisi, olmama vergisi. Biz keçən il xatırlayırsınız, ağlımıza gəlməzdi ki, evlərdə işıqla, qazla bağlı sabit tarif tətbiq olunsun. Nə dedilər? Dedilər ki, çıxış elədə dedilər ki, evlər var, onlar gəlirlər, biz ora qədər işığı çəkirik, ora sayğac qoyuram, orada işıq pulu ödəmir. Onlara sabit ayda 1 manat. Bizə dedi, onlar canları çıxsın ödəsin, hamı sözlərdə alqaqla. Sonra alqaqla çıx dedi ki, xeyr ola mən ödəyirəm. Onlar da dedi ki, bir dənə hamı sözünü əlavə el ora və bir dənə parantez açıla hamı. Mən indi işlətmədiyim əlavə niyə 1 manatı? Söhbət 1 manatdan gedir. İldə bu 12 manat edirmi? Edir. Qazla bağlı 12 manat edirmi? Bu hər vətəndaşdan 24 manat. Yəni doğrudanmı büdcə ancaq bunlarla dolacaqsa bu nə qədər ümumi belə. Yox, hep bu yükləməkdir. 24 manat orada, 10 qəpik qaz, suda, nə benzində, dizeldə məsəl üçün də 5 qəpik o vergi, 1 qəpik bu vergi. Məsələn, mobil operatorlar hər ay sabit 4 manat, məsəl üçün minimal 4 manat tuturlar. Hələ o arada tutduqlarını tuta bilmir, hesablaya bilmir ki, nədir, nə deyil. O da başqa məsələ. Yəni elə bilin ki, baxın, ifadəm biraz uyğun çıxmayacaq. Amma baxın, elə bilin ki, biz vətəndaşları elə gələn yolur bizi. Hələ bir tükü dartır ki, yəni bu axı biz insanlar gəliri o deyil, qazancı o deyil. Düzdür ya? Yəni